Xanımlar, yepyeni bir reseptlə gəldim. Toyuğun didilmiş döşəti, içərisində soğan doğranıb, duz istiot, mən sumaq vurmuşam, turş məzəli olsun deyə. Holland pendiri, həm də mozzarella pendiridir, tyorkadan keçirilmiş, hansı varsa. Böyük lavaşdan istifadə elədim. Mayonez, ketçup, bizdə acı sevirlər, yəni uşaqlar, yəni acıdır. Və toster lazımdır. Keçək hazırlanmasına. Lavaşı açıb mayonez sürtürük. Çəkdiyimiz mayonezin üzərinə toyuğun döşətini tökürük, soğanla məhsulu. Üzərinə pendiri əlavə edirik. Üzərinə pendiri əlavə edib və ketçupunu əlavə edirik. Zövqə görədir. Sonra pükürük rulet şəklində. Pükdüyümüz ruleti tosterin üzərinə əlavə edirik. Hər birini pükük hazırlayıb göstərəcəm. Budur, 4 dənəsi tosterə sığışdı, bir dənəsi sığışmayacaq. Yəni bunu adını qoyacağam. Toster olmayanlar jaronikdə için balaca yağlayıb eləyə bilərlər. Tosterin ağzını artıq örtə bilərik. Bir dənəsi də artıqdır. Pişsin. Çəkəcəm. Arada açıb yoxlayırıq. Bunun içindəki ləvazimatların hər biri pişmiş elementlərdir. Sadəcə olaraq Holland pendirinin əriməyi kifayət eləyir. Hər iki tərəf qızardıqdan sonra götürəcəyik. Yəni uşaqlar üçün əla qəlyan altıdır. İlk dəfədir prov eləyirəm. Yəni ki, yaxşı çıxar. Və budur. Mən hər birini kəsmişəm ortadan ikirə, tez olsun deyə. Budur. Bir ədəd arta qalan içindədir. 5 ədəd böyük lavaşla etdim mən. Pendiri əriyir içərisində, uzanan pendirdir. Budur.